Salam əziz həmkarlar. Biz bugün öyrənirik qiymətləndirmə. Ümumilikcə çalışdığım qədər asan deyəcəm və əsas hissələrini deyəcəm. Ümumilikcə qiymətləndirmə özü bölünür: milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, yekun qiymətləndirmə, məktəb daxili qiymətləndirmə. Neçə yerə bölündü? 4. Milli, beynəlxalq, yekun, məktəb daxili. Məktəb daxili qiymətləndirmə neçə yerə bölünür? 3. Diaqnostik, formativ, summativ. Summativ neçə yerə bölünür? Kiçik summativ, böyük summativ. Ümumilikcə, əvvəllər, yəni ənənəvi dərslərdə qiymətləndirmə rəqəmlə işarə olunurdu. Yəni əvvəllər 3 ala bilərdi şagird, 4 ala bilərdi, 5 ala bilərdi, 2 ala bilərdi. Amma müasir təlimdə meyarlara əsasən qiymətləndirmə var. Və şagird nailiyyətinin qiymətləndirilməsi təhsil fəaliyyətinin tərkib hissəsidir. Ardıcıl və sistemli xarakter daşımalıdır. Təhsilin keyfiyyətinin idarə olunmasına xidmət etməlidir. Ümumilikcə qiymətləndirmə şəffaf olmalıdır, etibarlı olmalıdır, obyektiv olmalıdır, qarşılıqlı əməkdaşlığa əsaslanmalıdır. Yəni, əvvəllər şagirdlər neçə qiymət alacam xətrinə oxuyurdularsa, indi şagirdlər mən mövzunu necə oxumuşam, mövzunun hansı hissəsini yaxşı bilirəm, hansı hissəsini zəif bilirəm, buna əsasən oxuyub qiymət alırlar. Yəni, meyarlara əsasən. Məsələn, əvvəllər şagirdə 3 verilirdi, 4 verilirdi, 5 verilirdi. Valideyn bilmirdi ki, bu şagird 3 alıb, niyə 4 alıb, niyə 5 alıb? Məsələn, 3 alanda övladını danlayırdı ki, niyə 3 almısan, digərinə bax, o səndən yaxşı qiymət alıb, deməli sən oxumursan. Amma indi müəllimlər meyar əsasən yazırlar və həmin meyara əsasən valideyn bilir ki, bunun övladı dərsin tutalım yazı hissəsini yaxşı bilir, oxu hissəsini zəif bilir və ya sürətlə oxuya bilir. Sadəcə oxuyanda sözlərin tələffüzünü düzgün deyə bilmir. Buna əsasən bu qiymətləndirməni nəzərdə tutur. Yəni, nəyə əsasən qiymətləndirilib, onu müəllim meyar əsasında valideynə bildirir, belə deyək. Əlavə olaraq ümumilikcə yekun attestasiya qiymətləndirməsi var. Bu, ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların nailiyyət qiymətləndirməsini həyata keçirir. Yəni, yekun attestasiyada. Daha sonra milli qiymətləndirmə nədir? Müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişiklikləri öyrənilir. Bu da 3-5 ildən bir aparılır. Bəs beynəlxalq qiymətləndirilmə nədir? Beynəlxalq qiymətləndirilmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti nədir və bu ümumi təhsillərdə problemi aşkara çıxarıb, həll yollarını müəyyənləşdirir, təhsili digər ölkələrlə müqayisə edir və bu da 3-5 ildən bir həyata keçirilir. Deməli, beynəlxalq qiymətləndirmədə, milli qiymətləndirmədə 3-5 ildən bir həyata keçirildi, yekun attestasiyada ümumi orta, yəni 9 illiyin sonu, bir də tam orta təhsil səviyyəsini, 10-cu və 11-ci sinif, yəni 11 illiyi bitirən şagirdlərin nailiyyəti qiymətləndirilir. Bəs qiymətləndirilmə neçə prinsip əsasında həyata keçirilir? Daha çox prinsip var. Bizə əsas 2 prinsipdir, bunu öyrənirik. Uyğunluq prinsipi, yəni validlik, bir də etibarlıq prinsipi. Ümumilikcə, uyğunluq prinsipi nədir? Yəni, tapşırıqlar həqiqətən nəzərdə tutulan təlim nailiyyətlərini ölçürmü? Və ya şagirdlər bu təlim nailiyyətlərinə həqiqətən hansı səviyyədə çatıb? Yəni, bu nədir? Ümumilikcə, uyğunluq prinsipi odur ki, tutalım müəllim dərsə uyğun tapşırıqlar verməlidir. Yəni, dərsə uyğun tapşırıqlar tətbiq etməlidir. Məsələn, biologiya müəllimidir. Hər hansı bir mövzunu keçir, həmin mövzudan meyar əsasında o mövzunu qiymətləndirmədən tutub başqa meyarlar, məsələn, əməkdaşlığa görə, vaxtından düzgün istifadə meyarına görə şagirdi qiymətləndirir. Yəni, bu uyğunluq prinsipində meyarlar qoyulmalıdır.
həmin meyarlara əsasən şagirdlər qiymətləndirilməlidir. Bu meyarlara əsasən bu meyarlar bu mövzunu ölçə bilirmi? Mən düzgün qiymətləndirə bilirəmmi? Yəni meyarlar mövzunun məzmunu ilə uyğunluq təşkil edirmi? Uyğunluğu pozmurmu? Buna əsasən şagirdi qiymətləndirməlidir. Bəs etibarlılıq nədir? Qiymətləndirmə nəticələrində davamlılıq olmalıdır. Yəni bu nədir? Tutalım ki, müəllim sentyabr ayı ərzində şagirdi qiymətləndirib. Yenidən sentyabr ayından sonra tutalım şagird alıb sentyabrda 90 bal. Yenidən gəlir o şagirdi müəllim qiymətləndirir noyabrda. Məsələn, noyabrda həmin tapşırıqlara əsasən qiymətləndirir. Baxır ki, həmin tapşırıqlardan şagird 90 bal almışdır sentyabrda, indi 40 bal alıb. Deməli, bu şagird hansındasa köçürdüb. Yəni, 2 aya şagird 80 bal səviyyəsindən 40 bal səviyyəsinə düşə bilməz. Deməli, birinci summativdə, summativ deməyək, yəni birinci qiymətləndirmədə, yəni olsun summativ. Nəsə köçürmə baş verib, onun nəticəsi deməli etibarlı nəticə deyil. Və ya məsələn, riyaziyyat müəllimidir, tənliklər mövzusunu keçib, şagirdi qiymətləndirir. Tutalım bir 20 dənə tapşırıq hazırlayıb. Qiymətləndirdi tənliyi. Fərqli zamandır da, üstündən 1-2 ay keçir, bir də həmin tapşırıqları işlədir şagirdə. Baxır ki, qiymətlər üstünlük təşkil edirsə, deməli etibarlıdır. Yox, qiymətdə qalxım azalma varsa, uzağı 5 bal, 3 bal ola bilər. Çox qalxma, çox azalma varsa, deməli etibarlı deyil. Və ya məsələn, həmin tənlikləri işlədib, yəni bu zaman üstündən 1-5 gün keçəndən sonra həmin tənliklərin çətinlik dərəcəsi eyni olan fərqli tipli tapşırıqlar işlədir. İkisi də tənlikdir, amma eyni sual deyil. Fərqli tipli tapşırıqlar verib yenə də etibarlığı yoxlaya bilər. Deməli, fərqli zamanlarda eyni testi də işlədə bilər, yaxın zamanlarda çətinlik dərəcəsi eyni olan tapşırıqları da işlədib, nə eləyə bilər? Etibarlıq səviyyəsini ölçə bilər. Daha sonra biz dedik ki, məktəb daxili qiymətləndirmə bölünür, diaqnostik, formativ, bir də summativ qiymətləndirmə. Ümumilikcə, diaqnostik qiymətləndirmə nədir? Baxın, diaqnostik qiymətləndirmə şagirdin mövcud səviyyəsi ölçülür və qeyri-formal, qeyri-rəsmi qiymətləndirmədir. Ümumilikcə, diaqnostik qiymətləndirmə yeni dərs ilinin əvvəlində və ya ikinci yarım ilin əvvəlində həyata keçirilə bilər. Tədris resurslarında nəzərdə tutulmuş hər hansı bir bölmənin əvvəlində keçirilə bilər. Şagird məktəbdən məktəbə keçdikdə və ya sinifi dəyişdikdə diaqnostik qiymətləndirilmə həyata keçirilə bilər. Və diaqnostik qiymətləndirmədə nələr nəzərə alınır? Şagirdlər artıq nəyi bilirlər? Şagirdlər nəyi bilmirlər? Şagird digər şagirdlərlə müqayisədə təlim nailiyyətlərinə görə hansı səviyyədədir? Şagirdin təlim nailiyyətləri necə inkişaf etdirmək olar? Bunlara əsasən diaqnostik qiymətləndirməni həyata keçirmək olar. Ümumilikcə, diaqnostik qiymətləndirmədə müəllimlər yeni tədris vahidi, yəni yeni bölmə üzrə tapşırıqlar verə bilər və özü tərtib etməlidir o tapşırıqları. Və ya sinifdə sorğular apala bilər və ya BİB üsulundan istifadə edə bilər. Bilirəm, istəyirəm, biləm, öyrəndim. Əlavə olaraq klaster üsulundan da istifadə edə bilər diaqnostik qiymətləndirmədə. Və əlavə olaraq hər bir şagirdin qovluğu olmalıdır və hər bir qovluğun üzərində, qovluğun içərisində faillər olmalıdır. Failin üzərində fənlərin adı qeyd olunmalıdır. Yəni, hər bir müəllim diaqnostik qiymətləndirmə apardıqdan sonra şagirdin qovluğuna, həmin tutalım riyaziyyat müəllimidir, diaqnostik qiymətləndirmə aparıb nəticəni bölüşür və şagirdin qovluğunda riyaziyyat failinin içərisinə qoyur. Yəni, sinif rəhbəri özdə bu qovluğu tutmalıdır. Yəni, hər bir sinif rəhbəri təşkil etməlidir. Və sinif rəhbəri də o qovluğu saxlamalıdır, təhlil etməlidir. Digər müəllimlərlə, məsələn, məlumat balansı deyim, yəni qarşılıqlı şəkildə digər müəllimlərlə məlumatı bölüşməlidir. Rəhbərliklə, valideynlə və s. Və diaqnostik qiymətləndirməni biz şifahi üsulla apara bilərik, esse ilə, daha sonra açıq və qapalı tapşırıqları ilə, situasiya tipli tapşırıqları ilə, yaradıcılıq və əl işləri ilə diaqnostik qiymətləndirməni biz həyata keçirə bilərik. Daha sonra gəlir formativ qiymətləndirmə.
Formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə təhsil alanın hər bir fənni üzrə proqramda, yəni kurikulumda müəyyənləşdirilmiş məzmun standartının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləmək, bu prosesdə onun qarşısına çıxdığı çətinlikləri müəyyən edib, həmin çətinlikləri aradan qaldırmaq, istiqamət vermək, rəy vermək, bunlar olur formativ qiymətləndirmə. Müəllim formativ qiymətləndirmə vasitəsini tədris prosesi zamanı tənzimləyir. Şagirdlər tərəfindən formativ qiymətləndirməni müəllim apardıqda məzmunun hansı dərəcədə mənimsənilməsini bilir. Ümumilikcə, formativ qiymətləndirmə hansı suallara cavab tapır? Yəni, şagirdin hədəfi nədir? Şagird nə öyrənəcək? Şagird mövcud vəziyyəti necədir? Hal-hazırda şagirdin öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır? Şagird məqsədə necə çata bilər? Yəni, nəyi necə etməlidir ki, şagird məqsədinə çata bilsin? Ümumilikcə, formativ qiymətləndirmənin xüsusiyyətləri hansılardır? Təlim nəticələrinə uyğun olmalıdır, qiymətləndirmə meyarları olmalıdır, effektiv əks-əlaqə olmalıdır, bir də davamlı müşahidə aparılmalıdır. Effektiv əks-əlaqə nədir? Yəni, burada müəllim və şagirdin ünsiyyəti, qarşılıqlı əks-əlaqəsi nəzərdə tutulur. Müəllim daha çox inkişafa yönəlmiş rəy verməlidir. Keçmişə yönəlmiş yox, inkişafa, gələcəyə yönəlmiş rəy verməlidir. Məsələn, burada formativ effektiv əks-əlaqə var, bir də summativ əks-əlaqə var. Ümumilikcə, formativ əks-əlaqə nədir? Yəni, bu öyrənmə prosesinə anındaca verilir. Şagirdi inkişaf elətdirməkdir, fəaliyyəti düzgün istiqamətləndirməkdir, summativ qiymətləndirməyə qədər şagirdi inkişaf etdirməkdir. Bəs summativ qiymətləndirmə nədir? Hər hansı bir bölmənin fəaliyyətin sonunda verilir. Deməli, anındaca verilirsə formativdir. Hər hansı bir bölmənin sonunda verilirsə, bu artıq olur summativ, yəni yekunlaşdırıcı əks-əlaqə. Şagirdin əsasən nə dərəcədə çatıb, yəni dərsi nə dərəcədə öyrənib, ona uyğun verməlidir, qazandığı uğurlar haqqında məlumat verməlidir, nəticəsini dəyərləndirməlidir. Ümumilikcə, burada əks-əlaqənin növləri var. Məsələn, korrekt edici əks-əlaqə nədir? Bu zaman əsas diqqət şagirdin buraxdığı səhvə yönəlir. Yəni, müəllim onun uğurlu nəticələrini demir. Hansı hissəni səhv edibsə, onu vurğulayır, onu deyir. Yəni, onu aradan qaldırır müəllim. Yəni, sırf əsas diqqət şagirdin buraxdığı səhvə yönəldir. Daha sonra gəlir təsvir edici əks-əlaqə. Təsvir edici əks-əlaqə nədir? Yəni, bu əks-əlaqədə şagirdin nəyi yerinə yetirə bildiyini, nəyi yerinə yetirə bilmədiyini, yəni uğurları nədir, çatışmamazlığı nədir, bunu detallı şəkildə fikir bildirir. Bax, o çatışmamazlığı aradan qaldırmaq üçün istiqamət vermir. Burada diqqətli olun. Yəni, münasibət göstərmir. Sadəcə nəyi necə yerinə yetirib, uğurlu tərəfi nədir, çatışmamazlığı nədir, bunu detallı şəkildə fikir bildirir. Bu olur təsvir edici. Biri də var konstruktiv əks-əlaqə. Konstruktiv əks-əlaqədə artıq şagird tapşırıqda nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat verir və düzəltməyin yolları da göstərilir. Yəni, təsvir edicidə uğurlu və uğursuz tərəflərini detallı şəkildə deyir, istiqamət vermir. Amma konstruktiv əks-əlaqədə həm deyir, həm də istiqamət verir. Bəs motivasiya edici əks-əlaqə nədir? Burada artıq şagirdi daha çox emosional dəstəkləməyə xidmət edir. Şagirdin öyrənmə prosesində uğurlarını, xüsusi məqamlarını vurğulayır, nəticəyə yox, prosesə yönəlir. Yəni, şagirddə çətinlik çəkən zaman özünə inamı aşağı olan şagirdlər üçün bu motivasiya edici rəy daha da effektiv və faydalıdır. Sonra gəlir əks-əlaqənin məzmunu. Ümumilikcə, əks-əlaqənin məzmunları nədir? Öyrənmə prosesi haqqında əks-əlaqə, yəni şagirdin öyrənmə strategiyası və
metodlarını üzrə hesab eləyin, metodlarına fokuslanır. Daha sonra məzmunda əks əlaqə nədir? Yəni bu əks əlaqə fənnin məzmunu ilə bağlıdır. Materialın dəqiqliyi, aktuallığı, dərinliyi haqqında informasiya verir. Nəticə haqqında əks əlaqə, yəni burada da şagirdin gördüyü işin nəticəsi, keyfiyyəti, meyarlara uyğun olub, uyğun olmadığı haqqında məlumat verir. Və əlavə olaraq əks əlaqə yalnız akademik fəaliyyətinə deyil, onun davranışına, sosial bacarığına, ünsiyyətinə də verilməlidir. Sonra gəlir burada ümumilikcə davamlı müşahidənin aparılması, yəni müəllim şagirdi davamlı şəkildə müşahidə etməlidir. Yəni davamlı prosesdə olmalıdır. Daha sonra formal və qeyri-formal olması. Ümumilikcə formal və qeyri-formal nədir? Baxın, qeyri-formal müşahidə bütün dərs zamanı aparılır. Yəni bütün dərs boyu müəllim şagirdi müşahidə edir. Formal müşahidə isə daha strukturlu şəkildə aparılır. Məsələn, ümumiləşdirici dərslərdə, viktorinalarda, kiçik layihələr zamanı şagirdi müşahidə edir. Deməli, qeyri-formal bütün dərs zamanı, formal müşahidə isə daha strukturlu şəkildə aparıldı. Sonra gəlir əsasən səmərəli əks əlaqənin qurulması, yəni müşahidə zamanı şagirdin fəaliyyəti haqqında informasiya toplanılır və budur səmərəli əks əlaqə. Daha sonra gəlir şagirdin təlim ehtiyacları haqqında məlumat toplamaq, yəni müəllim şagirdin tapşırıqları necə yerinə yetirdiklərini, cavablarını, məsələyə yanaşma tərzini müşahidə edir və onlar haqqında ətraflı məlumatlar toplayır. Qeyri-verbal informasiyanı oxuması, yəni şagirddə bədən dili olmalıdır. Bədən dilidir, mimikadır. Bunlar artıq qeyri-verbal siqnaldır, emosional vəziyyətdir, mövzuları anlamaları haqqında məlumatlardır. Sinif dinamikasının anlaşılması. Bu nədir? Yəni, sinif dinamikasının anlaşılması odur ki, şagirdin dərsdə nə qədər aktiv və ya pasiv olmasını, dərsə cəlb olunmasını, bir sözlə şagirdin biri-biri ilə və müəllimlə nə dərəcədə ünsiyyətdə olmasını müəyyənləşdirilir. Qeydiyyatın aparılması da odur ki, müşahidə nəticələri qeydiyyat aparılır. Daha sonra özünü qiymətləndirməni dəstəkləmək, müəllim şagirdin özünü qiymətləndirməsini dəstəkləməlidir. Özü haqqında şagird nələr düşünür, bunu bilməlidir. Yəni, ümumilikcə, şagird yönümlülükdür də, bir növ dəstəkləyici mühit yaratmalıdır. Daha sonra, formativ qiymətləndirmə zamanı hansı vasitələrdən istifadə oluna bilər? Bax, bunları da bilməlisiniz. Sual-cavab və sinif müzakirələrindən, yoldaş qiymətləndirilməsi və özünü qiymətləndirilmədən, şagirdlərə sual verməsi və yazması, doğru-yanlış fikirlər, bübö və digər qrafiklər, qısa ümumiləşdirmələr, düşün, paylaş, bölüş, şagird jurnalından, çıxış biletlərindən, rubriklərindən, işıqforlardan, 3-2-1 üsullarından istifadə oluna bilər. Məsələn, sual-cavabda bunu biz Karl Dweck nəzəriyyəsində öyrənəcəyik. Açıq tipli suallar var, bir də qapalı tipli suallar var. Açıq tipli suallarda ümumilikcə sonsuz sayda cavabı var, qapalıda bir cavabı olur və ya həy və yox sözlərindən istifadə olunur. Ümumilikcə burada hansı xüsusiyyətlər var? Məsələn, qapalı tipli suallar faktlara əsaslanır, yaddaşa əsaslanır, təfəkkürün inkişafını dəstəkləmir, sual verən tərəf dialoqa nəzarət edə bilir. Bəs açıq tipli suallar şagirdləri düşünməyə və refleksiya etməyə imkan yaradır, fikirləri formalaşdırır, dialoqa nəzarəti şagirdlər həyata keçirir, şagirdin dərsə cəlb olunmasını təmin edir. Ümumilikcə, sənə görə sağlam həyat tərzi nədir? Bax, sual verir. Sənə görə mən başqa bir fikir deyəcəm, sən başqa, hər dinləyən başqa bir fikir deyəcək. Yəni, açıq tipli budur. Və ya deyirəm ki, məsələn, ismin neçə halı var? Deyirsiniz ki, 6. Bunu hamı bilir. Bu olur qapalı tipli sual. Daha sonra sual-cavab prosesində danışanı nəzərə almaq lazımdır. Yəni, hər bir şagird eyni deyil ki, biri utancaqdır, biri özünə qapanandır, biri aktivdir, biri passivdir. Yəni, bunun üçün ona gözləmə vaxtı verməliyik, düşünməsinə vaxt verməliyik ki, bu da düşünsün. Bu da 10-30 saniyə çəkə bilər. Bir də şagird qiymətləndirilməsi yalnız müəllim tərəfindən aparılmır. Həm şagird qiymətləndirilməsi var, həm də yoldaş qiymətləndirilməsi var. Yəni, şagird özünü də qiymətləndirə bilər. Bir də yoldaş qiymətləndirilməsi də aparıla bilər. Məsələn, burada baxın, meyarları müəllim qoyur. Meyar deyəndə, məsələn,
mövzuya uyğun yazır. Burada qeyd eləyir yaxşı, orta yoxsa kafi. Bu özünü qiymətləndirmədir. Şagird özünü qiymətləndirir ki, hə mən bunu edə bilirəm, yaxşı edirəm, yox edə bilmirəm, orta edirəm, yox ümumilik edə bilmirəm, kafidir. Bəs yoldaş qiymətləndirilməsi nədir? Burada da razıyam, razı deyiləm. Məsələn, bu meyar hər bir şagirdə verilir. Sadəcə şagirdin işini digər yoldaşı qiymətləndirir. Məsələn, digər şagird yoldaşını, məsələn, tutalım ki, mən Aygün Aynuru qiymətləndirirəm. Bu meyara əsasən qiymətləndirmə aparıram. Razıyamsa yazıram razıyam. Razı deyiləmsə deyiləm. Yəni bu formada qiymətləndirilmə aparılır. Sonra burada çıxış bileti var. Ümumilikcə çıxış bileti dərsin təxminən 5 dəqiqə qalmış, yəni dərsin bitməsinə 5 dəqiqə qalmış aparılır və burada müəllim lövhəyə 1-2 refleksiya sualı yazır və şagird onu özləri də kağız parçada yaza bilərlər. Müəllimin təqdim etdiyi parçalarda da qeyd edə bilərlər. Bu nədir? Bu gün öyrəndiyin bir şeyi qeyd et. Bu gün öyrəndiklərini real həyata necə istifadə edə bilərsən, onu qeyd et. Qrup işi ilə bağlı bəyəndiyin nə oldu? Yəni bunları qeyd edir və şagird də bunlar əsasən qiymətləndirməsini aparır. Sonra bir də əsasən formativ qiymətləndirmədə rubriklər var. Burada da diqqətli olun. Ümumilikcə rubriklər 3 əsas hissədən ibarətdir. Meyardır rubrik, meyar, keyfiyyət səviyyəsi, bir də meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Gəlin görək meyar nədir? Baxın, şagirdlərdə nəyin qiymətləndiriləcəyi müəyyənləşir. Yəni bu meyarlar dərsin məqsədinə mütləq uyğun olmalıdır. Sonra gəlir keyfiyyət səviyyəsi. Keyfiyyət səviyyəsi nədir? Yəni burada meyarların necə və hansı səviyyədə qiymətləndirilməsi əks olunur. Daha sonra gəlir meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Yəni hər bir təsviri meyarlara uyğun olmalıdır, meyara uyğun təsvir olunmalıdır. Və ümumilikcə burada rubriklər özü 2 yerə bölünür. Holistik rubrik var, bir də analitik rubrik var. Yəni 2 yerə ayrıldı. Analitik, bir də holistik rubrik. Ümumilikcə analitik rubrik nədir? Analitik rubrik odur ki, bir fəaliyyəti hər bir meyara görə ayrı-ayrı qiymətləndirirsən. Məsələn, baxın, bu bizə verilən analitik rubrikdir. Ümumilikcə bir fəaliyyəti ayrı-ayrı qiymətləndiririk. Yəni, hər bir meyara görə fəaliyyəti ayrı-ayrıqda qiymətləndiririk. Baxın, burada keyfiyyət səviyyəsi verilib. Məsələn, 4, 3, 2, 1. Və burada meyarlar qeyd olunub. Məsələn, düzgün həll edə bilirmi? Həll yollarını bilirmi? Necə izah edir? Bax, bu meyarlardır. Görürsünüz, ayrı-ayrılıqda 4 dənə səviyyədə də keyfiyyətim var. Hər səviyyədə ayrı-ayrılıqda qiymətləndirir. Bax, bu analitikdir. Yəni, bir fəaliyyətin hər bir meyara görə ayrı-ayrılıqda qiymətləndirmək. Bəs holistik rubrik nədir? Holistik rubrikdə isə bütün meyarları eyni anda tətbiq edərək ümumi bir mühakimə əsasında qiymətləndirir. Yəni, analitikdə bir fəaliyyəti hər bir meyara görə qiymətləndirir, amma holistikdə bir fəaliyyəti bir meyara eyni anda tətbiq edir, ümumi bir mühakimə xarakteridir. Məsələn, burada da baxsaz qiymətləndirmədir, elə meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Burada bir meyara əsasən ümumi şəkildə qiymətləndirir. Amma yuxarıya baxın, ayrı-ayrı meyarların ayrı-ayrı keyfiyyət səviyyəsinə görə qiymətləndirilməsi aparılır. Yenə deyirəm, analitik rubrik bir fəaliyyəti hər bir meyara görə ayrı-ayrılıqda qiymətləndirmədir. Holistik rubrik bir fəaliyyəti bir meyara görə, ümumi meyara görə qiymətləndirmədir. Daha sonra burada effektiv əks əlaqənin verilməsi var. Ümumilikcə, effektiv əks əlaqənin verilməsi nədir? Yəni, burada gələcəyə yönəlmiş rəy var. Bir də keçmişə yönəlmiş rəy var. Ümumilikcə, müəllim daha çox gələcəyə yönəlmiş rəylərdən istifadə etməlidir. Keçmişə yönəlmiş rəylərdən istifadə etməli deyil. Məsələn, keçmişə yönəlmiş rəy deyir, gərək diqqətlə işləyərdin. Keçmişdə, bu artıq bunu işləyib bitirib. Gələcəyə yönəlmiş rəy vermək lazımdır ki, diqqətlə istifadə etməklə yenidən həll et. Yəni, bizim verdiyimiz rəy gələcəyə yönəlmiş. İstiqamət verməlisən ki, bu uşaq getsin bunu həll etsin. Müsbət tərəfli olmalıdır.
Emosionala yönəlmiş rəy olmalı deyil. Məsələn, afərin, sən çox ağıllısan, ona görə də tapşırığı rahatlıqla yerinə yetirdin. Olmaz. Amma tapşırıq zamanı anlayışları düzgün təhlil etməlini yüksək qiymətləndirirəm. Yəni, nəticəsinə qiymət verirsən, özünə yox. Bu idrak fəaliyyətə yönəlmiş rəydir. Mümkün qədər rəy spesifik olmalıdır. Yəni, spesifik deyəndə şagirdin şəxsiyyətinə yox. Yəni, topladığı informasiyaya rəy verməlisiniz. Rəy verəndə vurğulamalısınız, aspektləri vurğulayaraq rəyinizi çatdırmalısınız, istiqamət verməlisiniz. Mümkün qədər vaxtında rəy verməlisiniz. Yəni, mən bu gün şagird səhv yazıb, bu gün rəy verməyim, üstündən bir 3 gün keçsin, deyim ki, sən filan vaxtda filan mövzunu səhv yazmışdın. Olmaz. Şagird nailiyyətini təlim məqsədləri baxımından da dəyərləndirməlisiniz. Ümumiliklə, bir də rəyi şagirdə həssaslıqla çatdırılmalısınız. Məsələn, tutalım ki, mən zəif oxumuşam, Aynur yaxşı oxuyub, müəllim deyir ki, bax, Aynur kimi oxusaydın, sən də yaxşı nəticə toplayardın. Olmaz. Yəni, biri-biri ilə rəqabət aparmalı deyilsiniz, biri-birinə qarşı uşaqları müqayisə etməli deyilsiniz, həssaslıqla münasibəti çatdırmalısınız. Ümumiliklə, rəy zamanı hansı ifadələrdən istifadə etmək olar? Tapşırıqlar üzərində yorulmadan çalışmağın xoşuma gəlir. Görürsünüz, burada nəticəni qiymətləndirir, fəaliyyəti qiymətləndirir. Mən görürəm ki, tapşırığın həllində bu üsuldan istifadə etmisən. Mənə maraqlıdır ki, bu məqamda bu üsuldan istifadə etməyin səbəbi nədir? Əgər bu tapşırıq üçün digər bir üsuldan istifadə etsəydin, nəticən gözlədiyin kimi olardımı? Görürsünüz, burada ancaq şagirdin nəticəsinə yönəlib, ümumiyə yönəlib. Yəni, hər hansı bir şagirdin öz xüsusiyyətinə yönəlməyib. Sonra gəlir summativ qiymətləndirmə. Summativ qiymətləndirmə nədir? Ümumilikcə, summativ qiymətləndirmə standart və ya standartlar qrupun əsasən müəyyən edilmiş məqsədlərə şagirdin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yəni, şagird mövzu hər hansı bir bölmədə əhatə olunan təlim materialını mənimsəyibmi, öyrəndiklərini tətbiq edə bilirmi, daha irəli getmək üçün lazımı potensialı varmı? Summativ qiymətləndirmədə meyarlara əsasən, bir də bala əsasən qiymətləndirilir. Bal aralığı nədir? Məsələn, 0-30 bal aralığı 2, 30-63, 60-84, 80-105. Tutalım, şagird yığıb 30,6. Bu olur 31 və şagird alır 3. Və ya şagird yığıb 80,4. Bu olur 84-dür. Və ya 80,6. Bu olur 81, bu olur 5. Yəni, bu formada qiymətləndirilmə həyata keçirilir. Summativ qiymətləndirmədə böyük summativ qiymətləndirmə var, bir də kiçik summativ qiymətləndirilmə var. Ümumilikcə, 1-ci, 2-ci, 3-cü sinifdə böyük summativ qiymətləndirmə yoxdur. 1-ci sinifdə nə də kiçik summativ qiymətləndirmə yoxdur. 2-dən 11-ə qədər kiçik summativ qiymətləndirilmə bütün fənlər üzrə keçirilir. Yarım ildə ən azı 3, yəni 3-dən aşağı, 6-dan da yuxarıya ola bilməz. Böyük summativ qiymətləndirmə 4-cü sinifdə başlayır. 4-dür, 9-dur, 11-dir. Bunlarda bütün fənlər üzrə həyata keçirilir. Yerdə qalan 5-ci, 6-cı, 7-ci, 8-ci, bir də 10-cu siniflərdə ümumi orta təhsil səviyyəsində, yəni məktəblərdə 3 fən üzrə riyaziyyatdır, ana dilidir, bir də xarici dildir. Amma lisey və gimnaziyalarda Pedaqoji Şura iclasının təşkili ilə əlavə 3 fən üzrə də, yəni 3 fən üzrə, onsuz da riyaziyyat, ingilis deməyim də, yəni məktəbdə keçirilən əsas xarici dil. Ana dili, bir də xarici dil, yəni Azərbaycan dili, bir də xarici dil. Bu üçündən onsuz da keçirilir. Amma əlavə də 3 fən üzrə də lisey və gimnaziyalarda həyata keçirilə bilər. Daha sonra 9-cu sinif dedik bütün fənlər üzrə. O birislərdə onsuz da dedik. Burada nə qaldı içinə? Keçək beynəlxalq qiymətləndirmədən də danışaq, vaxtımız azdır. Deməli, ümumilikcə, beynəlxalq qiymətləndirmənin 3 forması var. TIMS'dir, PIRLS'dir, bir də PISA-dır. Nələr oldu? TIMS, PIRLS, PISA. TIMS nədir? Ümumilikcə, TIMS, yəni riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədir. İlk dəfə 1995-ci ildə aparılmışdır.
bu fənləri yaxşı bilməlisiniz. Riyaziyyat və təbiət elmləri üzrə təhsil nailiyyətinin qiymətləndirilməsi beynəlxalq assosiasiya tərəfindən həyata keçirilir. Bax, bunu da bilin, çünki düşür. Təhsil nailiyyətinin qiymətləndirilməsi beynəlxalq assosiasiya tərəfindən keçirilir. 1995-ci ildə ilk dəfə aparılıb. Riyaziyyat və təbiət elmləri üzrə. Əsasən burada 4 ildən bir həyata keçirilir və tədqiqat hər 4 ildən bir 4-cü sinif şagirdləri, bir də 8-ci sinif şagirdləri olduqda həyata keçirilir. Bunları bildiniz bəsdir. Sonra gəlir əsasən digəri PIRLS. Əsasən bu nədir? Bu da tədqiqat oxu, mətnin anlama keyfiyyətinin araşdırılmasına xidmət edir. Deməli, nə oldu? Beynəlxalq tədqiqat oxu və mətnin anlama keyfiyyətinin araşdırılmasına xidmət edir. Dünya üzrə 4-cü sinif şagirdlərinin oxuyub anlama səviyyəsini, keyfiyyətini müqayisə edir, həmçinin milli təhsil sistemlərindəki fərqləri müəyyənləşdirilir. Əsasən bu da təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiyanın tədqiqat mərkəzi tərəfindən təşkil olunur və 5 ildən bir həyata keçirilir. İlk dəfə də 2001-ci ildə başlayaraq həyata keçirilmişdi. Deməli, birincidə oldu riyaziyyat və təbiət elmləri, ikincidə oldu oxu. Birinciyə 4 ildən bir həyata keçirildi, ikinci 5 ildən bir həyata keçirildi. Bəs PISA nədir? Birinci və ikincini də, yəni TIMSS-lə PIRLS-ı da təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiyanın tədqiqat mərkəzi tərəfindən həyata keçirilir. Bəs PISA nədir? Əsasən burada beynəlxalq şagird qiymətləndirilməsidir. Burada şagirdlərin həm riyaziyyat üzrə tələb olunan bacarıqları, həm təbiət elmləri üzrə tələb olunan bacarıqları, həm də oxu bacarıqları müəyyən olunur. Əsasən bu da 3 ildən bir həyata keçirilməlidir bu. 3 ildən bir həyata keçirilir və 2000-ci ildə ilk dəfə həyata keçirilmişdi. 15 yaşlı şagirdlərin oxu bacarıqları, riyaziyyat bacarıqları və elm bacarıqları müəyyən olunur. Bu da tədqiqat iqtisadi əməkdaşlıq və inkişaf təşkilatına üzv ölkələri, eləcə də ölkələrin qarşılıqlı əlaqədə olan ümumi ölkələri əhatə edir. Bunu da yadınızda saxlayırsınız. Daha sonra buradan nə deyək? Buradan artıq heç bir şey demirik.